yardım proqramının mahiyyəti ondan ibarətdir ki, 2 il bundan qabağa baxsaq, bir də narkomaniya daha biraz aktual idi də. Amma indi oyun asılılısı olanlar əllərin üstünə 777 vururlar. Ailədə bir narkotik aludəçisi varsa, ən gözəl mübarizə çox insanları həyata qaytarmışdır. Mən heç vaxt fikirləşməzdim ki, narkotik məni gətirib bu vəziyyətə salar. Çünki elə bir mənim ölkəmi dəyişdilər, meçidə and istirdilər, Seyidin yanına apardılar. Axırda maddə məni idarə edir. Robot kimi yaşayırdım, zombi kimi. Elə bir branjilet geymişdim, vururdular, amma mən ölmürdüm, təsir eləmirdi, çünki hisslərim donmuşdu. O söz mənə təsir eləmirsə, mən gedib narkotik istifadə eləmişəmsə, eləməsinlər. Mən 31 ayda ayıram. Salam hörmətli tamaşaçılar. Bugünkü yayımımız narkomaniya, alkoqol və qumarla bağlı mübarizənin yolları olacaq. Bununla bağlı həmsöhbətim isə 12 addım reabilitasiya mərkəzinin rəhbəri Əkbər Cəfərovdur. Xoş gördük siz Əkbər bəy. Biz də sizi xoş gördük.